Təsəvvür eləyin ki, yuxudan durmusunuz və cinsiyyətiniz dəyişdirilib. Maraqlı reaksiyanız nə olardı? Bu hadisə haqqında daha ətraflı bilmək istəyirsinizsə, bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Rusiyalı alimlər iddia edir ki, 13 növ xərçəngə qarşı dərman icad ediblər və onun istehsalına da başlayıblar. Hansı növ xərçəng növləridir? Bunu indi biləcəksiniz. 13 növ xərçəngə qarşı yeni dərman istehsal ediləcək. Rusiyanın Moskva şəhərində xərçəngə qarşı yeni dərman istehsalına başlanılıb. Bu barədə paytaxtın meri Sergey Sobyanin məlumat verib. Bildirilib ki, Texnopolis Moskva xüsusi iqtisadi zonasında fəaliyyət göstərən şirkət eyni anda 13 müxtəlif xərçəng növünün müalicəsi üçün nəzərdə tutulan preparat hazırlayıb. Yeni dərman əsasən melanoma, ağciyər xərçəngi və digər onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Onun təsir mexanizmi insanın immun sistemini gücləndirərək bədxassəli hüceyrələri tanımaq və məhv etmək üzərində qurulub. Məlumata görə preparat artıq Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən klinik tövsiyələr siyahısına daxil edilib və həyati əhəmiyyətli dərmanlar siyahısında yer alıb. Yaxın zamanda bu dərmanın Moskva xəstəxanalarına çatdırılması planlaşdırılır. Tənha olmaqla tənha hiss etmək arasında çox böyük fərq var. Bunu alimlər sübut ediblər. Təsəvvür eləyin ki, sosial aktiv, kifayət qədər dostları olan bir insanla həyatında heç kim olmayan, tək yaşayan bir adamın göstəricilərini diqqətdən keçiriblər və nəticələr həqiqətən çox təəccübləndirib. Sən demə, içindəki tənhalıqla yaşayan adamlar digərlərdən nisbətən ürək-damar xəstəliklərinə daha çox mübtəla olur. Maraqlı xəbərdir, birlikdə izləyək və unutmayaq ki, onsuz da dünyaya tək gəlib, tək gedirik. Dostların, sevginin, ailənin olmağı əlbəttə gözəl hissdir. Amma ən vacibi özümüzlə yola getmək və özümüzü böyütməklə məşğul olmaqdır. Çünki məncə əsas qayəmiz məhz bundan ibarətdir. Tənhalıq ürək-damar xəstəliklərini artırır. Aparılan yeni tədqiqatlar göstərib ki, insanın özünü nə qədər tənha hiss etməsi onun sosial vəziyyətindən daha böyük əhəmiyyət daşıyır. Alimlər vurğulayıb ki, tək qalmaqla tənha hiss etmək eyni şey deyil və bu fərq sağlamlığa ciddi təsir göstərir. Cornell Universiteti tərəfindən aparılan və JAMA Network Open jurnalında dərc olunan araşdırmada müəyyən edilib ki, özünü daha tənha hiss edən insanlar daha yüksək xəstəlik və ölüm riski ilə üzləşib. Tədqiqatda İngiltərədə yaşayan 50 yaşdan yuxarı 7845 nəfərin məlumatları 13 ildən çox müddətdə izlənilib. Mütəxəssislər bu fərqi sosial asimetriya adlandırıb. Yəni insan sosial olaraq aktiv olsa belə özünü tənha hiss edirsə, bu ürək-damar və digər xroniki xəstəliklərin riskini artırır. Əksinə, sosial baxımdan təcrid olunmuş, lakin özünü tənha hiss etməyən insanlarda risk daha aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada insanların təxminən 16% tənha olduğunu hiss edir. Ekspertlər bildirib ki, bu problemin həlli yalnız sosial əlaqələrin artırılması ilə deyil, həm də insanların psixoloji vəziyyətinə diqqət yetirməklə mümkündür. Bu elmi araşdırmanı oxuyanda ağlıma bir atalar sözü gəldi. Sirkə nə qədər tünd olsa, öz qabını çatladır. Alimlər də sübut ediblər ki, kinli olmaq, insanları bağışlaya bilməmək adamın özündən başqa heç kimə ziyan gətirmir. Çünki bu halda özünün sosial münasibətləri ləngiyir, dostluq qura bilmir, cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkir. Yəni ki, İnsanlar sizə pislik edirsə, bu onların pis olduqları üçün deyil, bu onların zəif olduqları üçündür. Bunu qəbul edəndə zəif adamlara, pis əməllərə münasibətiniz dəyişəcək. Çünki güclü adamlar yalan danışmır, güclü adamlar xəyanət etmirlər. Kinli olmaq sosial əlaqələri zəiflədir. Son araşdırmalar göstərib ki, insanların dünyaya həddindən artıq kinli və şübhə ilə yanaşması onları aldanmaqdan qorunmaq əvəzinə, əksinə daha çox məyusluq və sosial problemlərlə üz-üzə qoyur. Alimlər qeyd edib ki, insanlara güvənməmək yalanı daha yaxşı ayırd etməyə kömək etmir. Tədqiqatlara görə həm çox şübhəli, həm də çox güvənən insanlar yalanı aşkar etməkdə səhvlər eləyir. Michigan Dövlət Universitetinin professoru David Markovits bildirib ki, yalanı davranış və mimika
texnika ilə müəyyən etmək çox çətindir. Çünki bu siqnallar etibarlı deyil. Bununla yanaşı mütəxəssislər vurğulayıb ki, həddindən artıq kinli yanaşma insanların sosial əlaqələrini zəiflədir və tənhalığı artırır. Araşdırmalar göstərib ki, insanlara müəyyən səviyyədə etibar etmək həm münasibətlərin yaxşılaşmasına, həm də qarşılıqlı davranışın müsbət istiqamətdə dəyişməsinə səbəb olur. Ekspertlər aldanmamaq üçün əsas yol kinli olmaq deyil, diqqətli və düşünülmüş qərarlar vermək olduğunu deyib. Bu xəbəri görəndə xeyli təəccübləndim. Bir dəfəlik istifadə edilən maskaları yuyanlar var ki, məsələ burasındadır ki, alimlər sübut edir ki, bir dəfəlik maskaları su altında yuyanda oradan ayrılan müəyyən mikroelementlər böyük su hövzələrinə ciddi mənfi təsir göstərir və suyun çirklənməsini gətirib çıxarır. Bu maskaları istifadə edəndən sonra siz yuyursunuz. Məgər onlar bir dəfə istifadə edilmək üçün deyil? Maskalar su hövzələrini çirkləndirir. Yeni araşdırma göstərib ki, təkrar istifadə olunan antimikrob maskalar yuyulma zamanı zərərli metalları ətrafa yayır. Environment and Health jurnalında dərc olunan nəticələrə görə tərkibində gümüş və mis kimi metal nanohissəcikləri olan bu maskalar həm insan sağlamlığı, həm də ətraf mühit üçün risk yaradır. Alimlər müəyyən edib ki, maskalar su və yuyucu vasitələrlə təmas zamanı quruluşundakı metalların bir hissəsini buraxır. Bu maddələr su hövzələrinə düşərək canlı orqanizmlərdə toplanır və qida zənciri vasitəsilə insana qədər çatır. Araşdırmada həmçinin qurğuşun, nikel və sürmə kimi digər təhlükəli elementlərin də maskalarda mövcud olduğu aşkarlanıb. Tədqiqatçılar bildirib ki, xüsusilə yuyucu vasitələr metalların ayrılmasını daha da sürətləndirir. Nəticədə bu proses su ekosistemlərinə ciddi zərər verir. Mütəxəssislər belə maskaların düzgün utilizasiyası və istehsalına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Sevginin gözü kör olsun və yaxud da eşq nəyə qadirdir silsiləsindən daha bir absurd vəziyyət. Bir orta yaşlı kişi 20 yaşlı gənc oğlana aşiq olur. Onun huşunu itirəcək iynəsindən sonra xəstəxana ilə danışıb gizlincə cinsiyyətini dəyişdirir. Utanmaz bundan sonra da ona evlənmək təklif edir. Deyir ki, indən belə sən həmişəlik mənim həyat yoldaşım olacaqsan. Oğlan isə təbii ki, bu halla barışmır və indi bütün Hindistanla bərabər dünyada məsələni müzakirə edir. Fikirlərinizi sosial şəbəkələrdə yazın. Bu ruhi xəstəlikdir, yoxsa inanılmaz ilahi eşq? Gəncin cinsiyyəti onun xəbəri olmadan dəyişdirilib. 20 yaşlı gənc iddia edir ki, razılığı olmadan cinsiyyət dəyişdirmə əməliyyatı aparılıb. Hadisə Hindistanın Uttar Pradesh ştatında baş verib. Muzaffarnagar bölgəsində yaşayan Mücahid bəyin sözlərinə görə Om Prakash adlı şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparılıb və iynə vurularaq huşsuz vəziyyətə salınıb. O bildirib ki, ayıldıqdan sonra həkimlər onun artıq qadına çevrildiyini deyib. Mücahid iddia edib ki, Om Prakash son 2 ildə onu təqib edib və əməliyyatdan sonra onunla evlənmək istədiyini bildirib. Hətta ailəsini təhdid edib. Lakin xəstəxana rəhbərliyi bu ittihamları rədd edib və əməliyyatın şəxsin razılığı ilə aparıldığını açıqlayıb. Hadisə ölkədə geniş rezonans doğurub. Bharatiya Kisan Union təşkilatı məsələ ilə bağlı etiraz aksiyası keçirib və xəstəxananı qanunsuz fəaliyyətlərdə ittiham edib. Polis Om Prakashı saxlayıb, araşdırmalar isə davam edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü, doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.